dəniz kənarına çatmaq üçün çoxlu pula ehtiyacımız var. Bir daha gün görməyəcəm. Onda heç şey istəməyin. Əsa teatrı 2016-cı ildə sentyabr ayında təsis olunub və onda hələ mən 18 yaşım yenicə tamam olmuşdu. Əsa teatrının ən kiçik nümayəndəsi uzun illər mən idi. İnklüziv fəaliyyətlər görmək istirdim. Təsəvvürümə gətirirdim ki, əlil arabasında bir aktyor ola bilərmi? Əsa teatrı 10 il əvvəl yarananda cəmi 7 nəfər var idi. 400-dən çox şəxs Əsa teatrında bu və digər şəkildə fəaliyyət göstərir. Hal-hazırda aktiv və mütəmadi çalışdığımız heyət 30 nəfərdən ibarətdir. Qafqazda və MDB ölkələri arasında ilk inklüziv teatr Əsa teatrı sayılır. Hər bir hərfdə əslində bir sözü ehtiva edir özündə. Əngəlsiz, sərhədsiz, azad. Bu da bizim düşündüyümüz konsepsiyaya çox uyğun gəlirdi və necə ki, misal üçün, bütün asan xidmətin əslində vətəndaşlar üçün o cür çətin prosesləri asanlaşdırmaq və s. Bizdə də elə o istiqamət idi ki, əngəlsiz, sərhədsiz, azad teatr insanlar üçün, sənətçilər üçün, yaradıcı şəxslər üçün əsa rol oynaya bilər. Heç bir maneə insanı sındırmamalıdır. Onda əngəlsiz, sərhədsiz, azad bir varlığa və fəaliyyətə gəlib çata bilər.